Bayram buradasan. Məsələn, deyirəm ki, bu y bərabərdir x kvadratın minus 4 üstəgəl 5. Düzdür? Bu necə yazılır? X kvadratın minus 4x plus 4 üstəgəl 1. Düzdür? Bu nədir uşaqlar? Minus 2'nin kvadratı üstəgəl 1. Razılaşdınız mənimlə? Düzdür? Yəni, bu parabolun təpə nöqtəsinin koordinatı x minus m'in kvadrat üstəgəl n. Yəni, n nədir? 1'dir, m də nədir? 2'dir. M 2'dir, n də 1'dir. M2, n1. Yəni, m parabolun təpə nöqtəsinin koordinatını onu da bu şəkildə yazdıq. Deməli, gəlin funksiyanın təyin oblasından danışaq. Bu funksiyanın təyin oblasti uşaqlar y bərabərdir, x bərabərdir, ax kvadratı üstəgəl 1x c ifadəsinin təyin oblasti d f bərabərdir. Sonsuzluq, müsbət sonsuzluqdur. Qiymətlər olmasıdır. F deməli, f y sıfırdan müsbət sonsuzluq olur. Nə vaxt uşaqlar? A sıfırdan böyük olan. F olur mənfi sonsuzluqdan. Y sıfır bildiyizdə nə m oldu? Nə vaxt? A sıfırdan kiçik olduqda. Deməli, dedik ki, A sıfırdan kiçik olduqda təyin oblasti mənfi sonsuzluqdan y sıfıra, A böyükdür sıfır olduqda isə təyin oblasti, qiymətlər oblasti üzr istəyirəm. Təyin oblasti sonsuzluqda mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Qiymətlər oblasti dedim ki, A böyükdür sıfır olduqda y sıfırdan müsbət sonsuzluqda, A kiçikdir sıfır olduqda isə mənfi sonsuzluqdan y sıfıra olur. Oldu uşaqlar.